Elektrolitlərdə elektrik cəryanı müsbət və mənfi ionların nizamlı hərəkəti nəticəsində yaranır. Xörək duzunun və ya digər həll olunan maddələrin neytral molekulları iki müxtəlif işarəli iona parçalana bilir. Müsbət ion elektronun çatışmadığı, mənfi ion isə elektronun artıq olduğu hissədir. Bizim halda bu müsbət natrium və mənfi xlor ionlarıdır. Bu proses elektrolitik dissosiasiya adlanır. Elektrik sahəsi olmadığı halda bu ionlar xaotik hərəkət edir. Elektrik sahəsi yaradıldıqda isə ionlar müxtəlif qütblərə tərəf nizamlı hərəkət edirlər. Müsbət yüklü natrium mənfi katoda tərəf hərəkət edir və kation adlanır. Mənfi xlor ionu isə müsbət qütbə anoda tərəf hərəkət edir və uyğun olaraq anion adlanır. Bu zaman birləşdirici naqillərlə mənbədən gələn elektronlar elektrolit məhluldan keçmir. Onlar katoda gələn müsbət natrium ionlarını neytrallaşdırır və natrium metalı katod üzərinə toplanır. Anodda isə əks proses baş verir. Anoda çatan mənfi xlor ionu onunla zəif birləşmiş elektronu anoda verərək neytrallaşır. Elektron isə elektrik sahəsinin təsiri ilə birləşdirici naqillərlə hərəkət edir. Nəticədə bütün dövrə qapanmış olur.